qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib, öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin. Mələklərin hamısı birlikdə səcdə etdi. Yalnız iblisdən başqa. O təkəbbür göstərdi və kafirlərdən oldu. Allah dedi: Ey iblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutdun? İblis dedi: Mən ondan daha xeyirliyəm. Çünki sən məni oddan, onu isə palçıqdan yarattın. Allah dedi: Çıx oradan. Sən artıq rəhmətimdən qovulmuşsan. Haqq hesab gününə qədər lənətim sənin üzərində olacaqdır. İblis dedi: Ey Rəbbim, onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver. Allah dedi: Sən möhlət verilənlərdənsən. Vaxtı məlum olan günə qədər.